Cənubi Qafqaz regionunda davamlı sülhün qarantı olan Azərbaycanın regional təhlükəsizliyə yönəlik addımları yüksək qiymətləndirilir. Bakının ev sahibliyi etdiyi yeni dünya nizamına doğru forumu bunun əyani sübutudur. Rəsmi Bakının timsalında həyata keçirilən təhlükəsizlik tədbirləri və vaxtilə münaqişə tərəfi olmuş ölkəni sülhə səsləmək üçün davamlı səylər dayanıqlı və peşəkar diplomatiyanın simvolu kimi xarakterizə olunur. Prezident İlham Əliyevin forumda çıxışı zamanı səsləndirdiyi fikirlər bu baxımdan səciyyəvidir. Beynəlxalq təşkilat və təsisatları rəsmiləri Ermənistanın öhdəliklərini yerinə yetirməklə sülhə yardımcı olacağını düşünürlər. Düşünürəm ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər müsbət bir nöqtəyə çata bilər, əgər sülh müqaviləsi üçün zəmin olsa. Yəni, Ermənistan bir neçə addım atmalıdır. Onların konstitusiyasında Qarabağ erməni ərazisi kimi qəbul olunub. Bu isə beynəlxalq hüquqa ziddir. Fikrimcə, Ermənistan konstitusiyasını dəyişsə, regionda vəziyyətin inkişafını asanlaşdırmağa kömək edəcək. Prezident İlham Əliyevin konstruktiv və diqqətə layiq bir çıxışı oldu. Düşünürəm ki, bu tədbir regionda sülh və sosial-iqtisadi rifah üçün müsbət təsirlərə malikdir. Fikrimcə, sülh ədalətdən ayrıla bilməz. Sülh inkişafdan ayrıla bilməz. Uzun illər davam edən münaqişə başa çatıb. Çin mediası işğaldan azad edilmiş ərazilərlə bağlı tez-tez xəbərlər yayımlayır. Çin hökumətinin dəstəyi ilə ümid edirəm ki, bu region daha sürətlə inkişaf edəcək. Tədbir çərçivəsində Xankəndi şəhərində olmuş diplomatlar işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən yenidən qurma və bərpa işlərini Azərbaycan prezidentinin uğurlu diplomatiyasının əyani sübutu kimi xarakterizə edir. Azərbaycanın münaqişəni həll etmə üsulunu unikal adlandırıram. Biz Qarabağa səfər etdik, aparılan işlərlə tanış olduq. Azərbaycan hökuməti sülhü təmin etmək üçün çox yaxşı və böyük işlər görür. Dünyanın qloballaşması dövründə digər ölkələrlə və ilk növbədə qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq, iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirmək çox vacibdir. Gündəlikdə Azərbaycanın bərpa olunan enerji layihələrinin şaxələndirilməsindəki rolu da yer alırdı. Həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinin formalaşdırılmasında önəmli pozisiyaya sahib olduğu deyildi. Azərbaycan Cənubi Qafqaz, habelə Avropa qitəsinin enerji təhlükəsizliyini təmin edir. Bu baxımdan bölgədə sülh və sabitlik əldə etmək bir məqsəddir. Zənnimcə, Azərbaycanın sülh prosesində əldə etdiyi nəticələr dəstəklənməlidir. Biz bu işdə əlimizdən gələn etməliyik. Rəsmi Bakının səyləri regionda sabit sülhə töhfə verəcək. Biz Xankəndiyə getdik, azad edilmiş Qarabağ bölgəsini gördük. Bu gördüyüm ən böyük nailiyyətdir. Qarabağ Universitetində olduq. Əfsuslar olsun ki, burada dağıntılar var. Amma gördüyümüz yol şəbəkəsi, yalnız 2 il ərzində görülən işlər, tikilmiş tunellər çox möhtəşəm idi. Ümumiyyətlə, Cənubi Qafqazda geopolitik dəyişikliklər var. Bugün Azərbaycan Avropa üçün enerji mənbəyidir. Mənim ölkəmlə də Azərbaycan arasında münasibətlər güclənib. Biz həm qardaş, həm də strateji tərəfdaşıq. Bütün bu uğurlar və danışıqlar üçün formalaşdırılmış platformaya görə təşəkkür edirəm. Mərkəzi Asiya regionu ilə qardaşlıq kontekstindən davam edən strateji əməkdaşlıq da yeni dünya nizamına doğru aparan yolun önəmli müzakirə predmetlərindən oldu. Azərbaycan prezidenti çox açıq idi. Heç bir sualdan yayınmadı. O, təcili və çox həssas məsələlərə ətraflı şəkildə toxundu. Qırğızistan xalqı və hökuməti olaraq bütün bunları yüksək qiymətləndiririk. Yalnız Azərbaycan, yaxud da Qırğızistan üçün deyil, bütün Mərkəzi Asiya regionu, Türk dünyası üçün vacib açıqlamalar verildi. Hesab edirəm ki, Səngəzur məsələsinin həlli ilə Azərbaycan ərazi bütövlüyünü tam təmin edəcək. Eyni zamanda regionun dünyanın digər hissələri ilə həm şərq, həm də qərblə əməkdaşlığına daha geniş imkanlar açacaq. Düşünürəm ki, Azərbaycanın çox sürətlə inkişaf etdiyi və bu istiqamətdə güclü irəliləyiş göstərdiyini hər kəs qəbul etməlidir. Qırğızistan prosesləri diqqətlə izləyir. Xatırladaq ki, beynəlxalq beyin mərkəzlərini bir araya gətirmiş yeni dünya nizamına doğru adlı forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert və nümayəndə iştirak etdi. Zeynəb Mirzəyeva, Rüstəm Abdullayev, Real.